da verilən nimətin qədrini bilmək, o niməti bizdə qalıcı qılır, möhtərəm qardaşlar. Həqiqətən Allah-u Teala sana bir vəzifə veribsə, gündə 2 rükət qıl və o vəzifənin gərəyi nədirsə vaxtında yerinə yetir. Gör Allah səni yüksəldirmi, yoxsa aşağıya çəkilirmi? Mütləq onda yüksələcəksən. Çünki nədir? Və bir şükri tədəmun, nimət şükürlə davamlayır. Etdiyiniz işin haqqını ver, Allah səni yüksəldəcəkdir. Etdiyiniz işin haqqını vermə, Allah səni alçaldacaqdır. Hər şeydə belədir. Ailədə də belədir, evdə də belədir, işdə də belədir, həyatda da belədir, elmdə də belədir. Elə deyilmi? Oxuyursan, Allah-u Teala yüksəldirsən. Oxuya gedirsən, yüksəldir. Haqq. Ona görə də, yəni, üstadlar bizə həyatda, yəni, həqiqətən mənəviyyat önəmlidir, möhtərəm qardaşlar. Yəni, təkəbbürlənmədən, kibirlənmədən Allahın yolunda necə olmağın Quran-ı Kərim, Peyğəmbərin hədisləri, Allah dostlarının, alimlərin sözləri bizə bildirir ki,